Çox maraqlıdır. Onda bax siz deyirsiniz ki, boşluqdan eləyə bilirlər. İndi məlum məsələdir ki, uşaqların dərsləri həddindən artıq çoxdur. Yəni evimizdəki vəziyyəti deyim sizə. Uşaqlar məktəbə gedir, bizlə bərabər səhər işə gedirlər. Elə bil ki, məktəbə gedirlər. Məktəbdən gələndən sonra dərslərini eləyirlər. Dərsləri eləyəndən sonra oyuna bağlanırlar. İndi mən necə bilə bilərəm ki, bu uşağın boşluğudur, yoxsa sadəcə oyun zamanına ayırdığı bir, özünə ayırdığı bir vaxtdır. Çünki misal üçün mən uşağımı həyətə də göndərə bilmirəm. Deyim ki, o idmana da gedir, akrobatikaya gedir, şahmata gedir, ingilis dilinə gedir. Bunları tamamlayandan sonra uşağım oynayır. İndi mən necə bilim, bu onda asılılıqdır, yoxsa sadəcə oyun zamanıdır. Təsəvvür eləsək ki, siz bir imtahana hazırlaşırsınız və bir ton sizin dərsiniz var. Siz evdə səhərdən axşama kimi dərs oxumalısınız. Başqa məşğuliyyətləriniz də ola bilər. Yemək bişirəcəksiniz, nə bilim, hazırlaşacaqsınız və s. Sizin boşluqda olma ehtimalınız varmı? Yoxdur da. Vaxt tapan kimi oxuyaram. Vaxt tapan kimi oxuyarsınız. Demək ki, məsuliyyətli birisiniz. Amma uşaqlar belə olmurlar. Uşaqlar diqqəti yayına bilirlər. Tamam, vaxt tapan kimi oxuyan uşağımız da var. Amma biraz oxudu, rahatlaşdı ki, beynində bu şeiri bilir və ya bu dərsi yazdım da onsuz. Bir boşluqda qala bilir. Elə həmin o stolda belə fikri gedə bilir başqa yerə. Nəysə bir şeylər düşünə bilir, nəysə bir şeyə fikri gedə bilir. Dağıda bilir. Və dağıda bilir, tökə bilir, başqa bir hadisələrə. Yəni bizim işimizin çoxluğu bizim boşluqda olmadığımızın göstəricisi deyil, bu emosional boşluqdur. Bizim nə qədər çox işlə məşğul olmağımız bizim boşluqda olmadığımızın əlaməti deyil. Bütün günü səhərdən axşama kimi dərs oxuya bilərsiniz, səhərdən axşama kimi hər hansısa bir işlə məşğul, amma içinizdə elə bir emosional boşluq var ki, onunla sadəcə kompensasiya eləyirsiniz onu. Bir otursaz, oturan kimi bəlkə də daha çox ağlayasınız, daha çox gərginləşəcəksiniz. Bəzən depressiyada olduğumuzu hiss eləmirik, ona görə ki, rutinin içində oluruq. Eynən. Və emosional boşluğu hiss eləmirsiniz. Sizin bugün hansı hissə, emosiyaya ehtiyacınız var? Bunu bugün işdəsiz, iş ortamındasınız, necə hiss eləyə bilər? Bəlkə də arxada hiss eləyirsiniz və onun fərqinə varmırsınız. Çünki bu dəqiqə bədəninizin nəyə ehtiyacı var? Bunun fərqindəsizmi? Məsələn, arxa tərəfdə mənim başım ağrıyır, mən bunu bastırıram, çəkilişdəyim məsələn deyirəm. Və ya mənim ürək döyüntüm tələsir, tezləşir, mən həyəcanlanıram, mən bunu bastırıram. Bəlkə də ürək döyüntüsü o qədər qalxır ki, həm onu hiss edirəm, həm danışıram, misal deyirəm. Ya da ki, heç hiss eləmirəm. Bir oturandan sonra rahat oluram. Və ya çox vaxt uşaqlar deyirlər ki, psixoloji qəbizdir uşaqlar. 10 gündən, 8 gündən uşaq kakasını tutur. Bu eyni şeydir. Bədənin hiss elədiyin, lazım olan ehtiyacını sən 8 gün, 10 gün ertələyirsən. Bu uşaqda da var. Tək böyükdə deyil. Və mən məsələn Covid dönəmində, post-Covid ən çox işlədiyim mövzu psixoloji qəbizliklər idi. Çoxsu gəlirdi ki, 5 gün kakasını tutur, 3 gün kakasını tutur, 10 gün kakasını tutan var idi. 2 il davamlı 10 gündən bir uşaq kaka eləyir, təsəvvür eləyin. Gediblər həkimə gedir, həmin vaxtda ishal olur uşaq, kəsdi dərmanı yenidən eyni vəziyyətə qayıdır. Bu nədir? Mən psixoloji nəysə tutub saxlayıram. Onda siz deyirsiniz ki, uşaqların kaka eləmə müddətini nəzarətdə saxlayır. Təbii ki, bu hər bir şeyə, masturbasiyada aiddir, bu digər məsələlərdə. Mən bədənimin nə qədər fərqindəyəm və mən nə qədər, yəni bunu, məsələn, uşaq artıq boşluqda oldu, hiss eləmək istəyir, bədən narahat və ya gərgindir, nəsə rahat olmaq istəyir. Dərs oxudu, gərginləşdi. Elə uşaq var ki, əsəb-əsəbi şeir oxuyur. Bəlkə də videolar çıxır qabağınıza görürsünüz. Əsəb-əsəb oxudu, yazdı. Bezibdir bu tapşırıqların əlində. Bu gərginləşdi də. Bu rahatlaşacaq, bir rahatlaşmaq üçün bir variant tapacaq. Televizora qoysaq rahatlaşarmı? Yox. O da yenə bastıracaq. Televizor, telefon dondurur sadəcə.